Bu arada gene də uzaqdan olan dəyərli qonağımızı tribun arxasına dəvət edəcəyik. Azərbaycan Milli Demokratik Birliyin sözcüsü, hürmətli Ali Rza bəy Ərdəbili. Buyurun, tribun Çox sağ olun. Buraya qədər söhbətlər danışanlara, tədarük görənlərə və buraya qədər dözüb söhbətlər qulasanlara hamıda təşəkkür edirəm. Dostlar, bu referendum məsələsinə gələk. Mən Brükseldə, bilmirəm, bu iclasda olanlardan, bu gün olanlardan kimlər vardı Brükseldə? Bir neçə nəfər, 3 nəfər görəyəm, olmasından zalda var idi, orada Eldar bəy vardı, Səhid bəy, Səlamət bəy var idilər. Orada belə bir gün, 2 gün söhbət getdi, yetişək getdi. Orada bir neçə nəfər var idi. Yersiz vaxtlar edilər, deyirlər ki, bu əsasnamənin belə olar, təşkilat belə yaranar. İsveçin qanununda belədir, nə bilim, İsveçdə belədir. Biz də bu İsveçdə yaşıyor, xəbərimiz var, indi o dostlardan xəbər, yəqin də xəbərimiz azdır. Ancaq bizim belə bir şeydən xəbərimiz yoxdur. İsveçdə belə bir mal vardı, ya elə bir format vardı, bir anket vardı, ya mesela bir kanun vardı. İsveç kanunlarında bir kanun yoktu. Çünkü bir şey değil ki İsveç kanunu. İsveç'te muhtar kanunlar var, muhtar sahalarda. Belki İsveç kanunlarında bir kanun yoktu. Böyle boş sözlerdi. Şimdi bu referandum meselesinde olan mübahiselerde de birçokları bəhs edibdi. Ona bir seri şərait koyubdu. Bu şərait hardan gəlib bəllidir ki, bu belə olmalıdır, bu olmalıdır. Bu hardan gəlibdir? Bu olmalıdır. Sonra da çoxunda ya iştirak eləməyibdir, ya müəyyən səbəblərdən istəməyib iştirak edir, ya müxalifdir filan diyor. Onun olduğu kimi demir. Bir seri şərait qoyurlar. O şəraitdə bu adamların ki birbirindən fərqlidir. O şəraitdə sonra görürlər ki, təmindir, yəni qabaqsan deyirlər də təmindir. Onu deyirlər, sonra da bunu qutarandan sonra deyirlər ki, bax, bu təmin yoxdur da, görürsünüz, öz gördünüz ki, bu şərait ki var. Halbuki əsli məsələ səhvdir. Elə bilməsən, mən deyirəm, bizim burada oturmaq üçün çöldə məsələn 30 dərəcə isti olmalıdır, görürsünüz da, qabaqdan biləm 34 da. Yəni qabaq sən bir dənə qeyri-mümkün bir dənə şərait qoyuyan qabağa. Ona Ərəstuvi fəlsəfədə adi onun müsadirə və mətlubdur. Bağışda müsadirə mahaldır. Yəni bir qeyri-mümkün bir dənə şərt qoyuyan, o qeyri-mümkün şərti qoyandan sonra gördünüz də çöldə də 34 deməli bir çıxıb getməliyik biz burada. Bu söhbəti cürəbə-cürə biz də işitmişik. Düzdür, hər şeyin bir şəraiti olar, bir zəminətçi olar. Ancaq əgər bir nəfər istəyir bəyanat verə, deyək ki, siyasi məhbusları azadlığa bıraxın, bunun da artıq bir şərait yoxdur. Əgər bir nəfər siyasi məhbus varsa, o şərt təmin tutardı. Ondan sonra bu siyasi məhbus vardı, onun azadlığını tələb edilmək, bəyanatı vermək üçün hava gərək belə olar, sama belə olar, sama cirmləri, nə bilim, əqrəb, qəmər əqrəbdə olar, nə olar, bu söhbətlər yoxdur. Və heç kəs də bunu özündən çıxarda bilməz. O dövlətdə, o millətlər ki, azad olublar, qurtuluşlarına yetişiblər, onların bir dənə yerin tarixinə baxın, orada belə bir format yoxdur. Hərə bir cür azad olubdur. Hərə bir cür xoşbəxt olubdur. Hərə bir cür azadlığa çıxıbdır. Hərə bir cür dövlətçiliyinə çıxıbdır. Heç biri bir-birini oxşamır. Və bunun hamısının bir yerdə qanunu budur ki, qanun yoxdur. Əsas bir dənə şey tapıb demək olar ki, məsələn, daxili şəraitlə, yəni millətin iradəsi ilə, o beynəlməli, uluslararası şərait müsait olur, onu demək olar. Əgər bunların biri olmayanda ümumiyyətlə çətin olaydı. Ola bilər də zamanla o gediyor, o birisini tapıya düzəldir. Ancaq ki, ümumiyyətlə bu millətlərin azadlığı olmasına bu iki dənə şərait çox önemlidir ki, millətin iradəsi olsun azadlığa. Bir də o uluslararası şəraitlər müsait olsun. Bunun ikisini demək olar. Ancaq da bundan əlavə bir əcibə qəribə ona şərtlər qoymaq olmaz. Biz diyor ki, bu söhbət olsun da. Yəni biz bunu istiyoruz. İndi o demək diyor ki, bu günlər biz diyor ki, siyasi məhbuslar azadlığa bıraxılsın. Biz demiyor ki, bu hakimiyyətdə o demokratik ruh var ki, siyasi məhbusları azadlığa bıraxsın. Elə olsa siyasi məhbusu tutub saxlamaz da. Biz bunu demiyoruz. Və biz demiyoruz ki, biz bu günlər tələblərdir, sabahlar bunlar hamısı azadlığa bıraxılacaq. İşte bana bizi gördüyün, dediyün də bıraxmadılar. Qardaş, siyasi məhbusların azadlığını tələb eləmək bəyanatın şərti budur ki, qabaq sən bilirsən ki, bunu sabah azad edəcəklər, sonra bəyanat verirsən. Sən bəyanatı verməlisən. Bu sabahlar ola bilər və təzə ola bilər bir bəyanatdan yox, minlərlə bəyanatdan sonra bu azad olar. Və nəhayətdə də bilmirsən ki, sənin bəyanatın təsiri var idi, yoxsa yox idi. Və sən bir siyasi qüvvə kimi, bir azadlıq sevən bir insan kimi, bir normal bir insan kimi bunu istəməlisən, bu siyasi məhbusun azadlığını istəməlisən. Əcibə qəribə məsələnin şəraiti yoxdur. Bu günləri Azərbaycan 3 dəfə dövlətçilik görübdür. Quzeydə 18-də və 91-də, güneydə də 45-də.
O dostlar ki elə gələk bu şərtlər gəlir olar, mən bu zaldırmıyorum, amma ümumiyyətlə bu söhbətdə neçə günlərdir, bu 50 gündə biz eşitmişik. Aya məsələn Quzey Azərbaycanda 18-də, 28 mayda verəndə bəyanat verdilər, orada hansı şərait var idi? Hansı proseslər keçmişdi? Mən bilim, təşkilatçılıq belə olsun, millətlər belə olsun, millətin hazırlığı belə olsun. Hansı millətin hazırlığı vardı? Millət savadı yox idi heç. 45-də bizdə o cür. Millətin mənim savadı var idi. Millət biləydi nə istəyir. 12 şəhər bəyanəsi verir, 12 şəhər bəyanəsi biz biliyoruz ki, duvara yapışdı, cəmaat yıxıydı, onu oxuyurdular. Cəmaatın savadı yox idi, onun özü yox. Bugünkü elə vəziyyət yoxdur. Ya 91-də Azərbaycan müstəqil oldu, ikinci Quzey Azərbaycan müstəqil oldu. 91-dən qabaq Xalq Cəbhəsinin qurultayında mən var idim. 91-in avqust ayında operada keçirildi. Vallahi hər şeydən söhbət vardı. İstiqlal söhbəti yox idi. İstiqlalın haqqında bir kəlmə danışan yox idi. Millətin də hazırlığı yoxdur. Danışanların bir sonra bəziləri Rusda danışırdı. Bütün Xalq Cəbhəsinin liderləri, rəhbərləri, elçi və xarici. Hamısı danışdı, hamısı dedi, məndən sonra hamı burada oturanda KGB məmurudur. Hamısı dedi. Və Eyzən Neymət Panov çıxdı dedi, bizim nizamnaməmizi KGB yazdı verdim sən. Bunu Neymət Panov çıxdı dedi. O millətin hazırlığı, yəni hələ o liderlərin qurultayıydı orada. Operada keçirildi, çox belə möhtəşəm bir tədbir idi. Ondan sonra azad olmuşlar, müstəqil olmuşlar, Xalq Cəbhəsi hakimiyyətdə idi, Azadlıq qəzetinin yarısından sonra Rusya yazılıydı. Bu hansı hazırlıqdan biz danışıyoruz? Bu hansı təşkilat var idi orada Xalq Cəbhəsi və təşkilatıdır. Xalq Cəbhəsi bir ümumilli hərəkətıdır müəyyən formatda. Prosesnamədəki yazılmışdı, mən biləm özləri oxumamışlar. Yəni, fəqət o yazanlar oxumuşdu. Ona görə bu söhbəti gətirib bir dənə bu özümüzə qalanlar da belədir və Amerika 76-da Amerika müstəqil oldu. Amerikanın İstiqlaliyyət bəyanəti yazanda neçə nəfər, 5-6 nəfər biz adını biliyoruz. Və Madisondan, Jeffersondan, Washingtondan bu adam bu 5-6 nəfərdən sonra neçə nəfər uzaqda vardı? Hamısı bir də Qızıl Axtarandan, ondan sonra nə bilim Kaboydan filandan zaten bu adamlar idilər də o cəmiyyət. Orada məsələn bu nə məli idi orada? Ya Fransanın özündə və İran inqilabındakı inqilab oldu. İnqilabdan 29 Bəhməndə Təbriz çöndü. Ondan 13 gün qabaq 6 Bəhmən həm Təbrizdə, həm Ərdəbildə, həm İran bütün hər yerində cəmaət Cavişşahır idi. Kişi Bəhmən təzahürat idi. Və belə döyürdü. Hər kəsin ki yaşı var bunu görüb də. Bu hansı tədarükat olmuşdu? Hansı partiya var idi? Hansı nizamnamələr verilmişdi? Hansı Azərbaycanın haqqında, yəni bugünkü içində olduğumuz Güney Azərbaycanın azadlıq mübarizəsi, bu indiki dövrün haqqında çox şey saymaq olar. Ki, nə İran inqilabında var idi, nə Rus inqilabında var idi. Rus inqilabı, o Oktober inqilabı deyilən şey, Almanların işiydi də. Yəni, daxili şərait, Rusların içində çox, cəmən cümlətanı bunların, bütün Rusiyyədən 101 əhalinin 101-i proletariat karger idi. O da pinətçisi də daxil idi, nə bilim, başmaqçısı, nə bilim, filankəsi daxil, bu da karger idi. Bir dənə kətli, bir dənə feodal cəmiyyət idi Rusiya. Bunu, onun rəhbərlərinin yazısında vardı. 101 idi. O 101-in də əksəriyyəti SSR-nin tərəfdarı idi. Bolşeviklərin tərəfdarı deyildi. Bolşeviklərin yalnız Moskvada, Peterburqda, Qazanda və Bakıda tərəfdarı var idi. Və güya ki, o iki şəhərdəki, böyük şəhərdə 1000 nəfər, Qazanla Bakıda 3000 nəfər, Qazanla Bakıda hərəsindən 1000 nəfər tərəfdarı varmış. O boyda o vaxt əhali orada, əlində nəzr hesabı ilə əhalinin hansı nə boyda, Rusiya nə boyda nəzərdə alsın, ayrılan, yəni o Finlandiya və Lehistan ayrılandan sonra hələ 100 milyon halısı qalıydı o tarixdə. O 100 milyon halından bunun bir 8 milyon adam var imiş, hələ deyilənlər düz olsa əgər. Sonra bütün bunların hamısına, hansı ki, Azərbaycanın biz hələ, yəni ikindiki Güney Azərbaycanın biz bu azadlıq mücadeləsinin indiki dövrü ki vardı, mənim baxımından 20 yanvar 1990-dan başlayıbdı. Ondan bir günə kimi burada tumar yazmalar vardı, burada milli, hətta elə bu rəsmi nümayəndə, məclis nümayəndələri imzaladığı tumarlar vardı, yazıçıların yazdığı tumarlar vardı, Azərbaycan danışır vardı, Babək qurultayını, Babək qalasında keçirilmiş milli qurultaylar vardı, çoxlu yazılar vardı, bir dünya ədəbiyyat vardı, milli hökumətdən hansı ədəbiyyat vardı? 12 şəhərlər bəyanəsi, bir dənə nazirliyə cüzbədir. Nə qədər bizim kətb yazımız vardı, nə qədər müxtəlif mövzularda cüzbələr vardı. Minlərlə bizim qələm sahibi var ki, nəfs yazan, şeir yazanlara da işim yoxdur. Minlərlə ki, siyasi məqalə yazır, siyasi nəfs yazırlar. Milli hökumət zamanı neçə nəfərin savadı var idi. Və Eyzən 1918-də Quzey Azərbaycan, Azərbaycan müstəqilliyində. Ona görə dostlar, mən fikirəm ki, milli mücadiləmiz, bir dənə fəqət o daxili xarici şəraitdə mən bir dənə fəqət misal vurım.
Əlan bu günləri Uyğurlarla Çeçenlərdə azadlıq iradəsi vardı. Uluslararası şərait onların xeyrinə müsait görür. Yəni, heç kəs Çinlə, Rusiya ilə kəllə-kəlləyə vurulmaq istəmir. Və əksinə, həm Kuba və həm Şimali Koreya, misal üçün, onlarda dünyada, yəni uluslararası şərait var idi onların azad olmağına, ancaq onların içində milli iradə yoxdur. Nə Kubada, nə Şimali Koreyada bizim belə bir xəbərimiz yoxdur ki, belə bir iradə var diyor. Yəni, ikisinin birində daxili iradə vardı, beynəlməli uluslararası şərait müsaitdir və əksinə. Ancaq bu günləri Azərbaycan, Güney Azərbaycan çox sevindirici haldır ki, biz bu günləri bir rejimlə kəllə-kəlliyor ki, o rejimin kifayət qədər dünyada düşməni var. Və biz də referandum tələbi yazı yox, birbaşa yolu yox, elə o rejimin düşmənlərinə. Ki, onun biri, lap belə gözəli, lap belə böyücü, lap belə güclüsü Amerika Birləşmiş Ştatlarıdır və eyzən BMT-dir və eyzən Amnesty International-dir, Avropa Birliyidir. Hamısına da biz xitab edirik, hamısına da biz diyoruz. Ona biz diyor ki, sən bundan düşmənsən, biz də bundan, bizim də bu iradəmiz var. Yəni, o xarici və daxili şəraitin ikisinin uyğun olmağından, hansı ki uyğundur da biz çalışıyoruz ki, uyğun olsun. Yəni, həm iradəni artırmağa, həm beynəlməli himayət etməyə. Bundan düzgün, bundan şey yoxdur. Buna biz deyəsən ki, hava gərək filan cür olar, yerlilər gərək şimaldan qərbə əsə, qərbdən şərqə əsə, bu dərəcədə olar filanlar. Bu, onun adına deyərlər müsadirə və mahal, heç millətdə belə bir şey olmayıbdır. O boyda millətlər dünyanın 2-ci Dünya Müharibəsi dövründə neçə dövlət vardı, indilən 200-ə yaxın dövlət vardı. Bunların hansında bu deyilən söhbətlər vardı ki, bizdə olmuş olan. Ona görə, mənim fikrim bu bir dənə, bunlar söhbətlər, bu tamamilə düzgün bir addımdır, tamamilə taxil bir addımdır. Ümumiyyətlə, siyasi inkişaf modeli heç bir, dediyim kimi, modeli yoxdur. Budur ki, daxili iradə və xarici beynəlməli müsait şərait. Və əgər onun ikisi üstə düşsə, milli hökumət nəyin əsasında quruldu? Azərbaycanda müəyyən mənada, çox zəif mənada, Güney Azərbaycanda milli iradə vardı, narazılıq vardı şah dövründən. Siyasi qüvvə yox idi. Siyasi qüvvə sonradan yarandı. Hər şey hazır olandan sonra. Orada və eynən İran işgal olmuşdu, İranın o balans pozulmuşdu, İranın rejiminin ziyanına, yəni o ki, İranın rejiminin xeyrinə olan dezbalans vardı, o pozulmuşdu, olmuşdu balans. Onda da Azərbaycan istifadə elədi, bir dənə dövlət qurdu. Eyzən, o vaxt ki, Rusiya dağıldı fevral inqilabında, ondan sonra o böhran ki, yaranmışdı, ta bolşeviklərə qədər və bolşeviklərdən sonra o dövlət yaranmışdı 17-dən sonra 1-ci Dünya Müharibəsinin nəticəsində Rus dövləti zəifləmişdi, Rus dövlətçiliyi zəifləmişdi və orada da fəqət Azərbaycan təhdid edildi. 31 dənə dövlət yaranmışdı, keçmiş Rus imperiyasının ərazisində, Azərbaycan da onun biri idi. Ona görə yəni, iradə var idi, o da vardı. Qalan da heç bir şey yoxdur. Bu dövlətlərin hamısını yan-yana qoysanız da bunun yanında bir şey yoxdur. Və bu günləri Sudanda hansı şey var idi? Eşitmişdir Sudanda, bir səfər kağız yazdıqlarına xəbəriniz var. Baş üstə. Mən belə şəmbəncə olmuş danışmışam. Bir söz deməyə yoxdur. Mən fikirəm ki, bu bir dənə məsələdə mən işarələm ki, siyasi nümayəndəlik prinsipi dünyanın hər yerində, belə deyək, bugün İsveçrəndəki hər bir parlament da vardı, təşkilatlar da vardı, LU da vardı, filan da vardı. Bu günləri istəyirlər metal işində olan kargərlərlə, işçilərlə təmas tutsunlar, gedib bir dənə qapısını bölməyirlər. Hətta onun yarım faizdən müşəkkil olsa, bir dənə dərnək olsa, o dərnəklə təmas tuturlar. Ələn bu günləri İranlıların burada nümayəndəsi, İranlıların federasyonudur. Azərbaycanlıların nümayəndəsi, Azərbaycan federasyonudur. İndi ola bilər orada 100 nəfər üzvüdür, 500 nəfər üzvüdür. Onu hamı bilir ki, orada hamı Azərbaycanlılar üzvüdür. Hamı da bilir ki, bu təşkilatlar bütün Azərbaycanlıları təmsil edir. Ancaq Azərbaycanlıların müşəkkilliğini, siyasi iradəsi olanları bu təmsil edir. Heç kəs də gedib dünyanın hər yerində məsələ bu şamildir. Hətta demokratik ölkələrdə bu şamildir. Ona görə məncə o barədə millət yoxdur. Sonra çox gözəl olardı ki, sənədi imzalamayanlar da ona himayət eləsinlər və bu yaxşı olardı. O deyilən təkliflərdəki gələcək üçün mənə qoşulam ki, bu həmkarlıqlar və iradə birliyi nümayiş etdirmək, bu davam eləməlidir. Mənim şəxsən bir dənə burada bir söz deyil, lazım olsa, sonra mübahisə olsa, təfərrüatını açmaq olar. Bu günləri mən fikirəm ki, içəridəkilər, əgər xaricdə iradə birliyi olsa, içəridə də bütün hərəkat o iradə birliyini %100 dəstəkləyir, Amsterdam bəyanatını içəridə hamı yox idi, xaricdə də hamı yox idi, ancaq xaricdə iradə birliyi var, daxildə onu dəstəklədi. Bu özü gözəl bir dənə təcrübə idi, gözəl bir dənə bizə norm yivan dedi, bizə norm verən idi, norm verədən idi ki, siz xaricdə bir-birinə çeynəməsiniz, bir-birinizlə razılaşdınız, biz də sizlə razı yox. O ki, nə deyirsiniz, deyirsiniz.
Bunu bizdən razı elədik. Sonra eyni halda xaricdə də bir orta mərkəzə gəlmək üçün, birlik yaratmaq üçün kifayət az sayda adamlar bir-birindən dil tapa bilsinlər. Bu məsələni imzalayanda da bu mübahisələr az sayda adamların arasında gedibdir. Çox adamların bir-biri ilə nə ixtilafı vardı, nə bu məsələdə əslən bir xəstə adamlardılar, nə narahat adamlardılar. Çox rahat danışmaq olayı, çox rahat təvafuq eləmək olayı. Az-amaz orada-burada bəzi müşküllər vardı, onlar da bir təhliyə döyür vurmalı yox ki, həll eləmək idi. Əmir bəy burada bəzi söhbətlərə işarələrdi, çox sağ olsunlar idi. Güzəştləri ilə mən şəxsən Əmir bəylə təşkil eləmədəm ki, öz güzəşti ilə, öz böyüklüyü ilə məsələni mümkün elədi. Əmələn biz və bu məsələ şikəst yemişdi. Axır gecəsi biz Ələndə biz başımızı qoyduq, yaxdıq ki, bu iş mümkündür. Sonra səhərləri oyandıq, gördük ki, indi dostlar Amerikada orada-burada danışıqlar gedibdir, uyğun oldu və o cümlədən Əmir bəyin və bəzi dostları güzəştə getməyə bahis oldu ki, yəni o minati təbləri, o təblərinin, o ruhlarının böyüklüyü bahis oldu ki, bu baş tutdu. Ona görə bundan təcrübə və Amsterdam bəyanatından orada əldə aldığımız təcrübə budur ki, xaricin daxilə etimadı vardı, xaricdə də təvafuq eləmək üçün çox az zəhmət lazımdır, o zəhmət də biz çəkməliyik. Çox sağ olun.